Və həmçinin sünnə yazılırdı. Və kim deyir ki, sünnə yazılmayıb səfehdir, o insanın xəbəri yoxdur. Və belə insanlar çoxdur. Şərqdə və qərbdə doludular. Məqsəd dinin ikinci dirəyi olan sünnəni, hədisi vurmaqdır. Elə bilməyin ki, özlərinə Qur'anı deyənlər, hədis inkarçıları, onlar isnad, sənəd elminə inanmırlar. Xeyr, onlar sənəd elminə inanırlar. Onlar Aristotelin kitablarını, Hipokratın kitablarını, hansısa bir alimin kitablarını heç əl yazması olmadan qəbul edirlər. Filankəs, filankəsdən, filankəs, filankəsdən tələbələrinin adından. Və bəzi tələbələr də facir olur, bəziləri ateist, dinsiz olur. Ondan qəbul edirlər. Sünnəni qəbul edən ədalətlilərə qəbul eləmirlər. Yəni, onların sənəd elmini inkar etmə hilələri yoxdur. Əslan onunla yaşaya bilməzlər. Əgər o elmi inkar eləsə, sən atabı sübut edə bilmərsən. Babavın babasını sübut edə bilmərsən. Hamı-hamı da şəkk edir. Çünki hamı-hamı ilə sənəd elmi ilə danışır. Aydındır, mən sənin babamdan, sənin babam da o bir babasından eşidib ki, belə deyiblər. Əgər biz bu elmi inkar eləsək, o zaman heç kimin sözü təsdiq olunmayacaq. Onlar bunu qoruyurlar. Lakin onlar nəyi vurmaq istəyirlər? Sünnən. Onların xoşu gəlmir Buxaridən. Onların xoşu gəlmir Müslimdən. Onlar onları həzm edə bilmirlər. Yoxsa kimsə kimdənsə rivayət etdi deyə onlarda bir inkar yoxdur. Əslan belə insan yaşaya bilməz. Yəni sən gəlib mənə bir xəbər desən, mən gələ qəbul edəməyəm. Bəlkə sənə deyən yalanlaşır, bəlkə belə, bəlkə belə. Lakin məqsəd sünnəni alçaltmaqdır və sünnəni vəhiy deyil deyə təqdim eləməkdir. Dedi ki, sünnə yazılıb Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında. Dəlil. Peyğəmbər sallallahu aleyhi ve sellem Herakla məktub yazıb. Peyğəmbər sallallahu aleyhi ve sellem Herakla məktub yazıb. Sünnədir. Salam olsun hidayətə tabi olanlara, Abdullahın oğlu Muhammeddən, Rumun əzəmətli padişahı olan Herakla, İslam'a gəl, salamat qal, yoxsa bütün farsların və ya bütün əhalinin günahı sənin üzərindədir. Bu cür yazmışdı Peyğəmbər sallallahu aleyhi ve sellem ona. Və bu Sufyan və başqa sahabələr bu hadisənin şahid olmuşlar və nəql eləmişdilər bizə bu hadisəni. Və bu hadisə yazılıb və sahabələr yazırdı. Necə? Amr ibn As, Abdullah ibn Amr ibn As radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən yazırdı və ən çox hədis yazan o olub Abdullah ibn Amr ibn As radiyallahu anhu. Və Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlir necə? Səhv eləmirəmsə İmam Əhməd rivayət edir. Gəlir və deyir ki, ey Muhammed, ey Allah Resulü sallallahu aleyhi ve sellem, yazın mı? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yaz, buradan haqdan başqa heç nə çıxmır. Yəni sonra ağzına işarə elədi. Dedi, ya Resulullah, hər nə deyirsən yazın mı? Deyir, yaz, nəfsim əlində olan Allah'a and olsun ki, buradan haqdan başqa bir şey çıxmır. Ayşə radiyallahu anh'a yazırdı. Ayşə radiyallahu anh'ın kitabçası vardı. Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərini yazmışdı. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem bir ara qadağan elədi. Qorxdu ki, Quranla qarışar. Çünki biz sünnə ilə Qur'anı müəyyən məqamlarda ayırırıq. Məsələn, deyirik ki, Qur'an namazda oxuna bilər, sünnə yox. Qur'anın tilavətini Allah'a yaxınlaşırıq, sünnənin yox. Qur'anın
Quranın ləfsi də, mənası da Allahdandır, sünnənin yox. Sünnənin mənası Allahdan, hədisin mənası Allahdan. Lakin ləfsləri Peyğəmbər sallallahu aleyhi və səlləmin öz sözlərindəndir. Lakin məna vəhidir. Dəlil, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى O öz havasından danışmır. اِنْ هُوَ إِلَّا وَحْيُ يُوحَى O ancaq ona vəhiy olmağa danışır. Və ərəb dilini bilənlər olur ki, bilənlər bilir ki, burada nə danışır, qeyri-müəyyənlikdə gəlir. Yəni nə danışır, hamısı. Təkcə Quran yox.